Hə, köhnələr. Gəlin mən sizə bir uşaq bağçası haqqında danışım. Bu il mənim uşağım getdi bağçaya. Allah sizinkiləri saxlasın. Bağçaya getməkdən qabaq, əlbəttə ki, mən getdim həmən bağçanın müdirəsi ilə söhbət eləməyə, tanış olmağa. Gəldim, girdim. Bağçadakı hansı bağçadır, mən bu videonun sonunda deyəcəm. Görürəm ki, oturub bir solidli bir arvaddır, yaşlı arvad. Maşallah, əlində iPhone 16 Max Pro, zinət əşyaları, brilyant dəsti, yəni maşallah olsun. Özlüyümdə fikirləşdim ki, nə yaxşı, deyəsən bizim bağça müdirələrinin maaşları o qədər yaxşıdır ki, özlərini bu cürünə, yəni qəşəng bir rifahla təmin edə bilirlər. Amma düzdür, sonra bir internetdə araşdırma apardım. Baxdım, gördüm ki, Azərbaycanda bağça müdirələrinin maaşı 550-900 manat civarındadır. Baxır, həmin adamın şəxsi təcrübəsindən, təhsildən, iş stajından, axır ki, siz mənə başa düşdünüz. Neysə, hələ biraz söhbət elədik. Başlayan kimi xanım mənə qayıtdı, dedi ki, 10 manat pul vermək lazımdır. Dedim, 10 manat nəyə görə? Deyir, hansısa dəftər almaq lazımdır, ona görə 10 manat pul verilir. Mən də qayıtdım, dedim, nə yaxşı, necə olur deyirəm, siz benim dövlət büdcəsindən müəyyən pullar almırsınız, yəni pul ayrılmır bağça üçün ki, bağçanın tələbatlarını ödəmək üçün. Belə olmalıdır. Gördüm, onun biraz üzü dəyişdi. Qayıtdım, siz harada işləyirsiniz? Dedim, elə mən demək olar ki, o sahədə işləyirəm. Hərdən deyirəm, araşdırıram ki, dövlət büdcəsindən ayrılan pullar düzgün istiqamətdə xərclənir, yoxsa yox. Hələ bunu deyəndən sonra bu xanımın tam şəkildə üzü dəyişdi. Ay, yox, heç nə lazımdır, heç nə. Gördüm, mənə başladım avalamağa. Çıxarsınız buradan, bir dənə gedin, orada xanım oturub sağ tərəfdə, onun qeydiyyatdan keçin, des salam. Getdim, yaxınlaşdım həmin xanıma, oradan da qeydiyyatdan keçdim, çıxdım, getdim evə. Amma gözümün qabağında məndən başqa da görürdüm də, gələnlər var idi. Yəni, 1-2 valideyn, özdə onlar da xanımlar idi, 10 manat pulu verdilər. Özdə 10 manat pulu da yığan elə həmən o tibbi işlərə baxan bir xanım idi. Başa düşdünüz, bax belə. Neysə, sabahsı gün uşaq gəlir bağçaya. Yanında da bir dənə etibarlı bir adamla, yəni ki, tək bıraxmamışıq onu. Amma birisini öldür, uşaq getmək istəmir bağçaya. Neysə, 1 gün, 2 gün, 3 gün başa düşürük də, uşaq üçün çətindir alışmaq. Yox, uşaq getmir ki, getmir. Bircə gün biz bunu tək bıraxdıq ora, artıq o etibarlı adamsız. Və ondan sonra bu uşaq gəldi, kategorik şəkildə dedi ki, mən getməyəcəm, vəssalam. Uşaq da ki, məndə maşallah bir necədir, yəni dili də var, ağzı da var, qəşəng öz fikirlərini izah eləyə bilir, danışa bilir. Qoydum qabağıma onu, başladım sorğu-sual verməyə ki, sən nöş getmirsən həmən bağçaya. Problem nədədir? Sən demə, həmən günü, onu da qeyd eləmək istəyirəm ki, bunların bağçasında, sən demə, bu kiçik qrupun uşaqları harada oynamırlar, nə bilim, harada yatmırlar, həmən yerdə də yemək yeyirlər. Yəni, bunlara bir balaca bir dənə bir yer ayrılıb, onu da vurğulamaq istəyirəm ki, bağçanın təmiri bərbat bir gündə, Sovetdən qalma bir vəziyyətdir. Yəni, indiki belə baxsız, bəlkə bilmirəm nə qədər pul ayrılıb bura təmir üçün, yoxsa yox, amma orada heç bir təmir işləri aparılmayıb. Ola bilər, indi neysə dəyişdirilib, kran xərab olub, onu dəyişdiriblər, unitaz xərab olub, onu dəyişdiriblər, amma ümumi şəkildə hələ bir Sovet vaxtına düşmüsən. Uşaq dediyinə görə həmən yerdə yeməyi götürüb qoyublar stolun üstünə, özdə isti qazanla. Uşaq yaxınlaşıb həmin qazan tərəfə. İndi o tərbiyəçi də ki, oranın tərbiyəçisi. Çox güman ki, qorxub ki, uşağın neysə olar. Gəlib tutub dartıb bunu qırağa belə. Yəni ki, biraz güc tətbiq edib də ona.
Mənim də uşaqlarım öyrəşməyiblər açığı bu cür güc tətbiqinə. Çünki biz uşaqları elə böyütmüşük ki, bir dənə barmaq çıtma vurmaq uşağı yoxdur da. Uşaq bunu danışdı mənə. Neysə, sonra elə oldu ki, oranın müdirəsi mənə zəng elədi ki, uşaq niyə gəlmir? Mən izah elədim, belə araşdırdıq. Düzdür, onlar başladılar ki, yox, belə bir şey olmayıb. Yəni, hər tərəfli dedilər ki, olmayıb, vəssalam. İndi onun olmağını da mən heç cür sübut eləyə bilmərəm. Sadəcə mən uşağın dediklərini üstə deyirəm. Neysə, qərara gəldik ki, uşaq getməyəcək həmin bağçaya. Üstündən bir müddət keçdi, mənə zəng vurdu həmən o bağçanın tərbiyəçisi. Bağçanın tərbiyəçisi zəng elədi mənə. Mənlə bir belə pis formada, belə bir kobud başladı məni elə bir ki, borclu çıxartmağa. Mən belə açığı məhtəl qaldım. Dedim, xanım, siz mənə neşdən gələmisiniz? Birincisi, mənim nesə etirazım olsaydı, mən özüm sizə zəng eləyərdim. Gedərdim sizin müdürlərimizin yanına, nesə araşdırardım. Yəni, mən özlüyümdə elə bir qərara gəldim ki, o ruslar demiş ki, Qibla-i Deva da sizə nesə başa salmaq, yəni ölü işdir. Nesə sizdən tələb eləmək. Heç dərinə getmədim. Ümumiyyətlə, bu məsələni da heç araşdırmadım. Yəni, sadəcə uşağı çıxartdım oradan, qutardı getdi də. Siz indi mənə nöşsən gelirsiniz. Nəsə sözünüz varsa qadınsınız, zəng eləyin. Qadınla, mənim yoldaşımla danışın. Bax, belə buna, başa düşürsünüz. Hə, bu başa düşdü ki, düz eləməyib, mənə zəng eləyib. Başladı malalamağa. İndi bax, mən sizə deyim də, mənim bax, sualım nədən ibarətdir. Mən biraz internetdə də araşdırma apardım, baxdım. Bax, mənim maraqlıdır. Çox vaxtı uşağı aparırsan bağçaya, hə, uşaq çetin adaptasiya periodu keçirir orada, uşaq qalmaq istəmir. Həmişə də atırlar uşağın boynunda ki, problem uşaqdadır. Uşaq öyrəşib evə, ulan beşməkan. Yaxşı, həmən o bağçalarda işləyən adamlar, hələ həmən o müdirəsindən tutmuş, hansı ki 16 Max Pro ilə oturub burada, bütün brilyant içində, halbuki onun maaşı heç 900 manatdan yuxarı o da bilməz. Keçək bir də həmin tərbiyəçilərə. Bunlar hansı kriteriyalarla əsasında işə götürülürlər. Bunların təsiri nədir? Məsələn, belə regional mən araşdırdım, baxdım, gördüm ki, ən aşağısı orta ixtisas, ya ali, fərqi yoxdur, amma pedagogika, psixologiya, yəni bu istiqamətdə olmalıdır təhsillər. Yəni bu dəqiqə bizim bağçalarda çalışanların da bu tələblara uyğundurlar onlar, yoxsa yox? Məncə heç yox. Araşdırma aparsaq, görəcək ki, həmən bağçalarında bəlkə də təhsilsiz də işləyənlər var. Əsas odur ki, vaxtında uşaqlardan pul yığsınlar. Mənim bildiyimə görə, orta hesabla dövlət bağçasında təqribi, nə bilim, 20 manatdan 50 manata qədərdir də adam başı oradan pul yığırlar uşaqlardan. O pulun da sözsüz ki, bir hissəsi gedib çatır bağça müdirəsinə. Elədir, yoxsa yox? Yazın, xahiş edirəm. Bu cür hallarla üzbəüz gəlmişsinizsə, yazın, işıqlandırın, açıqlayın. Bizim cənab prezident də dəfələrlə deyir ki, belə bir hallar olanda siqnal verin. Verin də siqnal. Verin ki, bu bütün bu Sovetdən qalma bu rüşvətxorluq sistemi, rüşvətxorluq aparatı yavaş-yavaş dağılsın da ki, bütün bu qocalar yox olub getsinlər, o qocaların yerinə yeni kadrlar gəlsinlər. Vətənlərini sevən, millətlərini sevən, rüşvətxorluğa bir cinayət kimi baxan, öz rifahını düzəltmə mənbəyi kimi yox. Yazın ki, belə bir adamlar gəlsinlər, çıxsınlar ortaya. İndi də bu dəqiqə, necə əvvəldə mən sizə söz verdim, mən açıqlayacağım hansı bağçaydı o. O bağça 121 sayılı bağçadır. Yerləşir Ələsgərər Əkbərov küçəsində, o Space TV-nin arxasından, elə bil ki, düz Vergilər Nazirliyinə gedən tərəfdə, sol tərəfdə. Bu qədər qəlbdən qəlbə.